Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Hamınızı hoş gördük kanalımda. Dostlar bugünkü videomuzda size Brahma cücelerimiz çıxıb onlardan göstereceğim. Hündüşkalardan qırt yatırdığımız var. Onlardan danışacağım. Videonun sonunda ise ördeğin yumurtalarına bakmışıq. Hansı ki sonuncu bastırdığımız altında 22 tane yumurta olan ördeğinlə. Ördeğin yumurtalarına bakmışıq. Neçəsi doldu, neçəsi boşdu. Onu çəkmişəm. Videonun axırına onu da yerləşdirəcəyim inşallah. Deməli dostlar, bizim Brahma cücələrimiz dünənləri çıxdı. İçində görürsünüz bu cücəni. Bronxitdir. O hərəkətlər normalda bronxitdir. Amma hələ bunların çıxdıqları heç 24 saat deyil belə. Bu belə olub. Yəni bu xırda cücədə, yəni 23 saatlıq, 24 saatlıq, lap bir günlük cücədə bunun olmağı heç də normal bir şey deyil də. Niyə oldu, niyə xəstələnib bilmirəm. Qabaqlarına oksitoskirinli su qoydum. Normalda bir gün adi su qoyuram, sonra oksitoskirinli su qoyuram. Anasını atmışam çölə, ona görə belə səslər çıxardırlar. Brahmaları göstəreyim sizə. Baxın. Brahmalar belədir. Çox da gözəl cücələr çıxmışdılar, amma ananı atdım ki, cüyləməsinlər. Çox da gözəl cücələr çıxmışdı, amma onun o elə xəstələnməyi məni çox üzdü. Yəni inşallah ki, digərlərinə yoluxmaz, digərlərinə bir şey olmaz. Heç də normal hərəkət deyil. İndi paylaşmışam, bəlkə mənə bir çarə deyən olanlar da olsa, bunlara vermək istəyirəm ki, digərləri xəstələnməsin, belə olmasın. Yəni səbəbi nədir həqiqətən bilmədim. Normalda çox gözəl, çox sağlam cücələr çıxmışdılar uşaqlar. Qabaqlarını da bilirsiniz də, yəni cücəni necə saxlayıram, artıq onu sizə deməyəcəm. Çünki kanalımın izləyiciləri bilir ki, cücəni necə saxlayıram, ilk gününə verirəm, nə yedizdirirəm, nə içizdirirəm. Hamısını bilirsiniz, ona görə sizə təkrar izah eləməyə ehtiyac yoxdur. Dünən axşam atmışam bura, anasının yanına, yəni qutuya keçirmişəm artıq. Bu tezliyində elə bir xəstələnməsi məni çox üzdü. Görürsünüz də o qara cücəni ağzını açıb yumur. İndi dərman filan vermişəm, görüm düzəldə biləcəm, sağalda biləcəm, amma inanmıram. Çünki çox balacadır. Onun dözümü yoxdur da. Yəni çünki mən də çox güman ki, öləcək. Deyirsiniz ki, indi burada ayağı tüksüz cücələr də görünür bir-iki dənə uşaqlar. Bilirsiniz ki, onun yanına özümün toyuğumun saqqallı və boynu tüksüz yumurtalardan da qoymuşdum. Yəni boynu yoluq toyuğum. Bir dənə boynu tüksüz cücəm çıxıb. Bir-iki dənə də yerli çıxıb da, elə bil saqqallı olmayıb da, sadəcə cücədir, yerli cücə kimidir. Onlar da bunların içindədir. Qalanı hamısı Brahmadır. İndi görək bunların son vəziyyətləri nə olacaq, axırları necə olacaq. Çox qorxuram ki, bunlara da nəsə olar. Çünki inanılmaz dərəcədə Brahma məndən balası istəyən var idi, yəni Brahma cücəsi istəyən var idi. Hamısına da söz vermişəm. Bu ildə bilirsiniz ki, Brahmanın bir toyuğumu altı teyib, bütün Brahma yumurtası, cücələr din vəziyyətdə, toyuq durdu getdi, cücələrin hamısı öldü yumurtanın içərisində. Sonra əvvəl qoyduğumuz yumurtalar yaxşı çıxmayıblar. Bir də bu da qarışıqdır uşaqlar. Təmiz Brahma deyir, o saqqallı cücədən çıxanlardandır. Saqqallı cücənin yumurtasından çıxanlardandır. Saqqalı da var biraz. Yarısı uşaqlar cücələrimiz çıxmadı, Brahma yumurtalarımız çıxmadı. İndi onun üçün ən yaxşı Brahmalarımız indi çıxıb, yəni çox sayda çıxıb. O blue Brahmalar filan da özümə saxlayacağam. Geri qalan hamısını istəyən var idi, satacaqdım. Onlar da indi belə oldu. İndi görək nə olacaq da axırı. İnşallah ki, sağ-sağlam olar, qalarlar bunlar. Həm özümüzə bir-iki dənə damazlıq saxlayarıq, həm də satmaq üçün də əlimizdə olar. Çünki insanlara söz vermişəm. Onlar da hər həftə zəng edirlər ki, nə oldu, nə oldu, nə oldu. Yəni onlara artıq düzəldir vermək lazımdır cücələrin ki, satım. Heç olmasa bir 5-6 dənə istəyən var, onlara cücələri vermək istəyirəm. Görək bir şey olmasa, sağlam qalsalar. Bu da burada belədir. İnşallah ki, ölməz, görək sağalda biləcəyik. Bunların son vəziyyətləri budur uşaqlar. Hə, dostlar, gəldik hündüşkalara. Birincisi hündüşkanın yumurtasına baxmışıq. Neçə ədəd doludur, onu deyəcəm sizlərə. O Brahmamızdır, yatıb yumurtamağa yatıb. Bunları burada saxlayıram. Yumurtayırlar deyəni, yumurtalarını yığmaq üçün başqa xoruzla da südləşməsinlər, qarışmasınlar deyə burada saxlayıram. Düzdür, axşam çağına bir saat öz nəzarətini buraxıram ki, ot yesinlər, çıngıl yesinlər, daş yesinlər. Onda bir də görsən ki, bəzən yerli xoruzlarla cütləşmək istəyirlər. Onlar da bacardığım qədər qarşısını alam. İnşallah ki, cütləşmirlər, amma bütün günü burada olurlar. Bu hündüşkamızın altına 16 dənə yumurta qoymuşduq. Dünənləri baxdım uşaqlar, 15 ədədi doludur. Yumurtalardan 15 ədədi doludur bunların altına qoyduqlarımdan. Bu hündüşkanı da deyərsən ki, Ayxan bəs atmışdın çölə, niyə bastırmısan bunu? Demək dostlar, bu dünənləri videoda gördünüz, hündüşkamızın biri xəstələnmişdi ha.
Onun axşama doğru vəziyyəti ümumiyyətlə pisləşdi uşaqlarda. Yaman günə qaldı da. Hündüşka ayaqüstə demək olar ki, dura bilmirdi. Bu dünənlərdə yumurtasını atdı. Necə deyim? Qabıqsız kimi də, yəni tam qabıqsız deyildi, pərdə deyildi, amma qabığı çox nazik idi. Elə adicə buralıqda yumurtadı. Yumurta yerə düşdü, sındı da. Düzdür, hündüşkanı ayıltdım, ölmədi. Xəstəlikdən ayıltdım, ölmədi, amma o yumurtadan 100% ki kəsildi də. Ona görə baxdım ki, evdə əlimdə 5 dənə yumurta var. Dedim o yumurtalar qalıb xarab olmasın. Gətirdim, qoydum bu hündüşkanın altına. Bir dənə də bu günləri o ağ hündüşkamız var ha. O yumurtadır, qoca hündüşkamız. Onu da attım altına. O şu bu 6 dənə hündüşka yumurtasından yatıb. İndi yəqin ki, yanına toyuq yumurtası zətdə atarıq da 6 dənə yumurtadan ötürü bu boyda hündüşkanı yatırmarıq da. İndi yəqin ki, yanına toyuq yumurtası da atarıq. Bunu bastırdıq qısaca. Çünki o hündüşkamız artıq yumurtadan kəsildi. O evdəki olan 5-6 yumurtada xarab olmasını istəmədim. Hə deyirsiniz ki, ağ hündüşkan yatacaqdı, onun altına qoyardın. Ağ hündüşkada uşaqlar yaşlı biraz hündüşkadır. Keçən il də gün aşıra yumurtayıb. Bu il də hələ ki gün aşıradır. Bilirəm ki, o çox güman ki gün aşıra yumurtayacaq. Çünki yaşlı hündüşkadır. Bir də sonuncu videomuzda mənə deyirsiniz ki, niyə o qədər yaşlı hündüşkalar saxlayırsan, hündüşkaları cavanlaşdır, nə bilim. O toyuqlar qağan ağlayanda mənim əsəblərim pozulur. Hə, uşaqlar, keçək söhbətimizə. Bu hündüşkalar deyirsiniz ki, niyə yaşlı hündüşka saxlamısınız? Uşaqlar, mənim cəmi bir ədəd yaşlı hündüşkam var. Onu da əsasda mənim daimi izləyicilərim yazıb bu yorumları. Yəni əsəbləşmirəm, nə istəyirsiniz yaza bilərsiniz, problem yoxdur. Prosta izah eləmək istəyirəm. Yəni o cəmi bir dənə yaşlı hündüşkan var. Onu da niyə saxladığımı dəfələrlə videolarımda izah eləmişəm. Çox yaxşı hündüşka idi, çox yaxşı yumurtlayırdı, iri yumurta verirdi, iri balaları olurdu. Ona görə saxlamışam. İndi bu illər çox yaşlandığı üçün xırda yumurtlayıb da indi onu mən təxmin eləyə bilməzdim. Onu ona görə saxlamışam. Digər hündüşkaların heç biri də yaşlı deyil. Budur bir dənə keçən il ana olub. Budur bu il saxlamışam. Ondan sonraki bunun yanında bir dənə qara hündüşka var. Fərə qara hündüşka deyirik ki, hələ yumurtamayan hündüşkam. O da cəmi bir dənə keçən illəri yumurtayıb ana olub. Ondan qabaq saxladığımda bu illəri hələ 3-cü ildir. Hansı ki xəstələnən hündüşkamız var ha. Bu il hələ 3-cü ilidir. Yəni 3-cü dəfə bala verəcək. Yəni bu hündüşkalara yaşlı demək biraz absurddur. Yəni yaşlı deyirlər. Sadəcə bir dənə yaşlı hündüşkam var. Onu da zaten özüm dəfələrlə izah edirəm ki, bu yaşlıdır, niyə saxlayıram? Qaldı erkek hündüşkamıza. Deyirsiniz ki, 2 ildən bir erkek hündüşkanı saxla. Uşaqlar, erkek hündüşkamın bu illəri 3-cü ilidir. Yəni 4 yaşının içindədir. Bu il 3-cü dəfədir ki, cütləşir hündüşkalarla. Yəni 10 il, 12 il, hətta bəzən 15 il ömrü olan bir heyvanı niyə mən hər il 2 ildən bir dəyişim ki? Özdə mənim başıma gəlib, sizlərin də əminəm ki, yəni içinizdə başına gələnlər ola bilər. Hündüşka saxlamışam, öyle olub ki, elə olub ki, erkek hündüşka saxlamışam, fərələrə qoşluq eləməyib. Elə olub ki, erkek hündüşka saxlamışam, toxumu olmayıb. Yəni yumurtanı toxumlayıb, hündüşka ilə cütləşib, amma yumurtaların toxumu olmayıb. Yəni belə şey yaşamaqdansa, toxumuna bələd olduğum, bilirəm ki, yaxşı bala verən, toxumu güclü olan erkek hündüşkamı niyə mən hər 2 ildən bir dəyişim ki? Hələ mən onu gəl əldə saxlayacağam. Hələ 5 il, o 5 yaşını çatınca, 6 yaşına çatınca mən onu saxlayacağam. Hələ o düşmür taqətdən. Ola bilsin ki, gələnləri əgər yaxşı kimdənsə erkek hündüşka tapsam və yaxud da ki, özümdə yaxşı erkek hündüşka olsa, çox güman ki, axtaracağam ki, başqa adamla alam. Çünki qan dəyişimi üçün bu vacibdir, mütləqdir. Tapmasam da özümdən yaxşı hündüşka olsa, bu erkek hündüşkanın yanında saxlayacağam ki, görüm əgər toxumu yaxşıdırsa, hə, gələnləri artıq cütləşdikdən sonra öz erkek hündüşkamı, yəni yaşlı olan erkek hündüşkanı kəsib yerinə cavanı saxlayacağam. Amma hələ ki dəyişməyə ehtiyac yoxdur. Hündüşkalarımız da dediyim kimi uşaqlar, bunun altında 16 yumurtadan 15 dənəsi doludur. Cəmi bir dənəsi boşdur. İndi o 15 dənənin 15-i də çıxa bilər. İndi sonradan o çıxım dövrünə, çıxım vaxtına qədər bir dənə, 2 dənə xarab da ola bilər. Amma inşallah ki, hamısı çıxar. 15 dənəsi doludur. Digər toyuğun altına da neçə dənə yumurta qoymuşduq. Səhv eləmirəmsə 10 dənə yumurta qoymuşduq. Sonra da 13 dənə deyəsən yumurta oldu. Sonradan da əlavə eləmişdim. 13 dənə yumurta olmuşdu deyəsən. Onun da altından 2 dənəsi boşdur. 12 dənəsi doludur deyəsən. Hə. 2 dənəsi boşdur, 12 dənəsi doludur. Onun da altında elədir. Onun videosunu sizlərə göstərmirəm. Desəniz ki, niyə Ayxan? Çünki hündüşkanın yumurtası çilli olduğu üçün mənim də kameramda problem var. Biraz odaqda problem yaşayırıq. Onlar yaxşı görünmür.
Ama ördeğin yumurtasını size göstermişim zaten. Videonun indi bundan sonra videonu koyacağım. Ördeğin yumurtasını size göstermişim. Oradan izleseniz baksanız hündüşkanın yumurtası da eyni derecede olur. Prosto mənim telefonumda odak problemi var diye kameramda. Onu biləm ki sizlere gösterebilmeyeceğim. Ama ördeğin yumurtasını da bacardığım kadar sizlere göstermişim. Ora baxın, eyni günündə hündüşkə deyirəm, deməli baxıram 6-7 günündə, 8 günündə maksimum. Ördeğe de yine lal ördeğe de yine 7-8 günündə baxıram. Toyuqdur 4 günündə baxıram. Yəni ən gec 4 günündə baxıram. Siz də bu cür baxa bilərsiniz, yəni toyuq düzənizə. Hamısında dediyim günlərdə o ördeğin yumurtasını da göstermişəm ha. Eyni cürə olur. 4 günündə, 5 günündə toyuqda eyni cürə olur. 7-8 günündə lal ördeği də eyni cürə olur. 6-7 günündə hündüşkədə eyni cürə olur. Hamısında siz baxa bilərsiniz eyni üsulla. İndi keçək ördeğin yumurtalarına. Baxın siz görün neçə ədədi dolu oldu ördeğimizin yumurtalarından. Dostlar, geldik ördeğimizin yumurtalarına baxmağa. Bugün deməli ördeğimizin 7-ci günüdür, 8-ci günə keçib 22 dənə altında bilirsiniz yumurta qoyub bastırmışdıq. İndi baxaq görək neçə yumurtası doludur. 22 yumurtadan neçə ədədi doludur. Biraz yumurtalar çox idi. Mənə də elə gəldi ki, biraz çoxdur, amma ördək yumurtaların hamısını isidirdi. Çünki iri cüssəli ördəkdir. Yəni sizə demişdim zaten 3 kilo 200 qram idi yumurtaya başlamadan öncə çəkisi. İndi təbii ki, yumurtayan dövründə biraz çəkisi azalmış ola bilər. Nə qədər də çəkməmişəm. Görək 22 yumurtadan neçə ədədi doludur. İndi işığı söndürmə məcburiyyətinə qalacağam. Bir dəqiqə baxırıq. Ördəyimizi götürək. Ay, üzücü sayın. Dostlar, doludur. Yəqin ki görürsünüz. Burada baxın ürəyidir, gözlüyün. İndi başqa bir yumurtada göstərəcəm. Telefonum odaqlamır. Bunda daha yaxşı görünəcək. Baxın, ördeğin burada ürəyi, qıraqda da damarlar. Baxın, görürsünüz. Çox yaxşı görünmür, amma baxın. Görürsünüz, damarlar, ortada da ürəyi. Artıq ürəkləri dönməyə başlayıb. 3 dənəsi doludur. Bu da yenə həmçinin uşaqlar. Yəqin ki görürsünüz, ortada ürəyi və damarlar. Yine burada görürsünüz yəqin ki damarlar, ortada da ürəyi. Yine burada da damarlar, hörümçəyə bənzər. Mən həmişə hörümçəyə bənzədirəm bunu. Yine baxın, görürsünüz damarlar, ortada ürək. Yine burada damarlar və ürək. Bunda da yine damarlar ve ürək. Bu da yine görürsünüz. Ördeğin artık orada nəinki ürəyi başı əmələ gəlib. Gəlir yavaş-yavaş baxın. Yine damarlar ve ürək. Ay maşallah deyəsən hamısı dolu olacaq. Burada da yine həmçinin tez-tez keçək artıq. Burada da yine. Ay maşallah. Bu da doludur. 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 Baxın, burada da aydın görünür. Baxın, görürsünüz. Hörümçəyə bənzər və damarlar. Bu da doludur. Bu da. Bu da. Ve bu da. Ay maşallah. Ay maşallah. Hamısı doludur. Işığı yandırdım. Maşallah dostlar. 22 yumurtanın hamısı doludur. Maşallah demeyi unutmayın. İndi təbii ki hündüşkaların da yumurtalarına baxacağıq. Bu videoda onları da açıqlamasını verəcəyim sizlərə. Neçəsi dolu oldu, neçəsi dolu olmadı. Maşallah demeyi unutmayın. Macar ördəyimiz ve 22 dənə yumurtasının hamısı doludur. Deməli bu ördək özü düz 40 dənə yumurta yumurtlamışdı. İndi bunun altında olan, öz altında olan 22 dənə son yumurtalardır. Yine dediğim gibi maşallah demeyi unutmayın. Demek ki 22 dənə də yumurta olsa altında ördək isidib çıxarda bilirmiş. Bu ördəyimiz də çıxartmağına inşallah az qalıb. Sayılı günlər qalıb.
Belə dostlar, ördəyimizlə bağlı bu qədər. 22 yumurtadan hamısı doludur.